Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məmmədoğlular servizinin arxasında yeni massivdə 203 nömrəli marşrutdan 350 metr məsafədə 4 sotun içində şəxsi inşa olunmuş, gözəl, 2 mərtəbəli, 5 otaqlı bir, içi dolu, əşyalı bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara belə gözəl evlər qismət eləsin. İndi ev haqqında bütün məlumatlarını verəcəm, sonunda qiymətini deyəcəm. Ev həqiqətən çox möhtəşəm, əsl evdən başı çıxan adam üçün yararlı bir evdir. Yəni gəlib baxsalar, bu evə kimsə deyəməz ki, bu evi mən bəyənmirəm. Evin pultla idarə olan darvazası. Bütün hasarları hamısı qabançiklə görürsünüz, üzlənib. Üstəlik həyəti işıqlandırmaq üçün əlavə. İşıqlar qoyulub. Ev həqiqətən çox gözəl evdir. Allah hamıya belə gözəl evlər qismət eləsin, hörmətli izləyicilər. Həqiqətən çox gözəl evdir. Həyətin tam daşları dözülüb, 4 sotun içində. İndi bir dənə həyəti ilə əlavə əvvəlcə tanış olaq, sonra evin içi də möhtəşəm təmirdir. Ətraflı tanıyacaq. Bu yerlənsə burada qalacaq. Bunu nəzərdə çatdırın. Stoldur, 12-dən 13 dənə stolu var. Onu da üstündə verir. Bunu da nəzərdə çatdırın. Burada manqalxanası, mətbəxi, yayda oturmaq üçün bütün ev sahibi şərait yaradıb. Gördüyünüz kimi, bütün nə varsa hörmətli izləyicilər hamımızın yerinə getirib. Yəni, burada bir dənə çatmayan bir şey yoxdur. Hamamı. Gördüyünüz kimi, bax, burada bir dənə təmirli hamamı var. Super vəziyyətdə, təmir vəziyyətdədir. 500-ü, bir dənə palpantarınızı, qab-qaşınızı götürsünüz, gəlirsiniz. Hamamı orada, sanitar qovşu. Bu, həyətçinin olan bir sanuzeldir. Həyətə aid olan bir şeylərdir. Qovcan buranı görə, işığı yanmaya bindi. Demək, hörmətli izləyicilər, buranın işığı da, hamısı yandırdıq işığı da gördüyünüz kimi. İndi gəlin. Burada qazanxanasıdır, yəni evlər istipoldur, çəkilib hamısı, evini göstərəcəm hamısı içəri. Burada kombi sistemidir. Burada əl damıdır. Hamısı da təmir vəziyyətdədir. Burada əl damıdır. Demək, hörmətli izləyicilər, qab-qaşıq, artıq balonlar, zadı yığmaq üçün əlverişlidir. Gedən indi, buralar hamısı metlaq düzülüb, görürsünüz bura. Metlaqla eləyib. Buralar düzülüb, buradan umanət, tam daşlar düzülüb, ətraflı məlumatı verirəm. Ev, onun 11 metriyədir. 220 kvadratdır, bunu nəzərdə çatdırım. Görürsünüz, hasarlar zat, hamısı belə səliqəli bir evdir. Yəni, evə söhbət ola bilməz. Hətta, ev əşyalı satılır, evin siqnalizasiyası var. Bax, indi bax, qoyduq, evə kimsə girə bilməz. Yəni, arıza bir siqnalizasiya birbaşa telefona nəzarət olunur. Baxın, bax, indi açıldı. Bağlayanda, bax, evə girəndə, bax, görürsən, girəndə özü bağlı olur, siqnal verir. Biz açdıq. Yəni, özüyə rahat girmək mümkündür. Demək, girən kimi, baxın, bax, belə bir hissəsi buradan. Naxışlarla belə metlaqla vurdurub evə. Bax, buradan bir dənə belə çəkirəm. Buralar hamısı istipoldur. Görürsünüz, hörmətli izləyicilər. Yəni, evin giriş hissəsinə belə fikir verilib. Buradan bir dənə bunu düzəldək. Belə. Evdə nə varsa, hörmətli izləyicilər, evin içində qalır. Yəni, bunu nəzərdə çatdırım. Bir dənə paltorunuzu, qab-qaşınızı götürüb, gəlib evin içinə girirsiniz. Bu, birinci mərtəbənin sanuzeli. Baxın bir dənə. Duş kabinası zadı içində, səliqəli. Evdir, səliqəlidir, baxın. Aha. Mətbəxi. Haradasa bir 20 kvadrata yaxın mətbəxdir. Yuxarı asma tabanla yıxılıb. Baxın, hörmətli izləyicilər. Ev həqiqətən, buralar da hamısı istipoldur. Birinci mərtəbə. Belə. Qapıları, yəni hamısı səviyyəli, keyfiyyətli materiallardan istifadə olub. O evdə nə varsa, xaladeniklər, hamısı heç istifadə olunmayıb. Baxın. Bu mebellər demək olar ki, ayda arada bir dəfə gəlib qalarlar. Mebellər zaten hamısı keyfiyyətli mebellərdir. Keçirik indi zala. Zalın özü, hörmətli izləyicilər, nəzərinizə çatdırın.
Demək zalın özü. Baxın, burada nə qədər mebel var, təzədir, istifadə olunmuyor. Gələn adam yerində baxacaq ki, təzə mallardır, hansı mebellərdir, hamısı. Nə varsa evin üstündə qalır, içində qalır. Bir dənə yenə qeyd edirəm, bəzi xırdapara işlər, yerlər, şeylər götürüləcək, qalanları nə varsa evin içində qalacaq. Birinci mərtəbə monolitdir, istipoldur, çox gözəl bir evdir. Təmirdə əl vurmağa ehtiyacı yoxdur, gəl, gir, yaşa. Gedən üçün yuxarı mərtəbədən tanışılaq. Pləkanları beton monolitlə tökülüb. Zalı hardasa 30 kvadratdır. Zalı böyüdür, yəni yaxşıdır. 30-dan hələ çox olar. Qalxırıq bura. Bu ikinci mərtəbədə ara mərtəbəsi monolit. Yuxarıda banda monolitdir. Beton monolitdir. Yəni prosində bilinmir. Beton monolitdir. Ev sahibinin deməyinə görə yuxarıda monolitdir. Burada 20 kvadratlı bir yataq otağı. Evin hər tərəfi işıqlı, bütün otaqlarına tam rahat evin içine işıq düşür. Mebellər təzə mebellərdir. Bax, qoyulub heç istifadə olunmayıb. Sonra keçirik burada bir 20 kvadratlı bir yenə bir yataq otaqdır, 4-ün 5-ə. Bax, mebellər var ha. İnan, gəlin, baxın, təzədir. İstifadə olunmayıb. Bir dəfə yatılar, yatılmaz. Yəni, belə bir vəziyyətdir. Görürsünüz, hörmətli izləyicilər, hamısı qaydasında evin mebelləri sağlam, təzə. Yəni, gəl götürüb eşi gir içəridə, papaltarı. Demək, bura ikinci mərtəbənin sanuzu. Təmir yenə ideal vəziyyətdə. Sonra kesirik. Bura böyük bir xoldur. Nədir? Burada artıq nəsə, bir otaq kimi sayılır. Siz gələcək oradan bölüm monolitdir. Burada da bir otaq yarada bilərsiniz. Amma ev sahibi belə zövqlə eləyib. Burada divan, kreslo, nəsə xoldur da. Yəni otaq sayılır əslində, böyüdür çünki. Burada da 25 kvadratlıq bir yataq otağıdır. Buranın da mebelləri var, təzədir. İstifadə olunmayıb demək olar. Sağlam vəziyyətdədir, içi dolu, əşyalı satılır bir ev. Hər evdə də, hörmətli izləyicilər, hər otaqda, evin bütün otaqlarında da kondisioner var. Yəni üstündə kondisionerlər də hamısı evin içində qalır. Yəni bunu da nəzərdə çatdırım, hər otaqda bir dənə kondisioner. Hörmətli izləyicilər, demək, bütün nə varsa məlumatları sizə verdim. Nəzərdə çatdırıram ki, hörmətli izləyicilər, demək, kimlərsə evin satmasıysa 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Seçal əmlakda TikTok, Instagram, YouTube'da bütün evlərimizi, səhifələrimizi orada, səhifədə evlərimizi izləyə bilərsiniz. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Demək, bax bu evin, demək, bələdiyyə sənədi var. 4 sotun içindədir. Yəni nəzərinizə çatdırım, 4 sotun içindədir. Yoldan 300 metr məsafədədir. Şəxsi inşa olunmuş bir evdir. Əşyalıdır. Sənəddə 2500. Yəni kupsiyə gedən sənəddir. Hörmətli izləyicilər, rahatda gedir. Heç bir neft ərazisinə, başqa bir şeyə, Tokazada yaxınlığı yoxdur. Yəni bunu nəzərdə çatdırım. Qiyməti də 230 min start qiymət ev əşyalı satılır. Bunu nəzərdə çatdırım. Ev sahibinin, yəni qoymağa yeri yoxdur. Fikrini çatdıra bildim. Yaxın hörmətli izləyicilər, ev içi dolu, əşyalı 230 mindir. Qiyməti də çox qəşəng, münasibdir, səliqəli bir evdir. Allah olmayanlara gözəl belə evlər qismət eləsin. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.